Salam uşaqlar, mən bugün sizə cümlə üzvünün əlavəsini başa salacağam. Ən birinci biz bilməliyik ki, uşaqlar 5 cümlə üzvünün 5-inin də əlavəsi var. Həmçinin xitabında əlavəsi var və söz birləşmələrinin də özlərinin əlavəsi var. Əlavəni tapmaq üçün biz tredən birinci tərəfə sual verib asanlıqla testimizi tapacağıq. Bir də nəyə diqqət edirik? Tre bilirsiniz də, tre ilə defisin fərqi var. Tre uzun olur, defis ona nisbətən balaca olur. Tre durğu işarəsidir, amma defis durğu işarəsi deyil. Gəlin birinci testə baxaq. Akif, oğlum, biraz diqqətli ol. Bir də həmişə yadımızda saxlayırıq, əlavənin üstündən xətt ataq. Əslində cümlə belə olmalıdır. Akif, biraz diqqətli ol. Bu bizə əlavə məlumat verib ki, Akif kimdir? Yəni oğlumdur. Sadəcə olaraq burada biz Akifə sual verə bilmirik. Çünki deyir Akif, oğlum. Yəni mən ona müraciət edirəm. Müraciət etdiyimə görə bunu xitab deyə götürməliyəm. İkinci testə baxaq uşaqlar. Deyir ki, tamamlığın Deməli uşaqlar, orada bizdən tamamlığın əlavəsini istəyir. Aşağıdan, birinci mərtəbədən səslər eşidilirdi. Əlavənin üstündən bir dənə xətt atırıq. Deməli, aşağıdan, birinci mərtəbədən. Bu bizim əlavəmizdir. Amma biz sual veririk aşağıdan sözünə. Aşağıdan, haradan nəyin sualıdır? Zərfliyin. Deməli, A variantı olacaq zərfliyin əlavəsi. B variantına baxıram. Təbrizi, bu qədim şəhəri, yenə burada əlavənin üstündən xətt atırıq. Heç unutmaq olmur. Təbrizi sual verək, haranı. Haranı da tamamlığın sualıdır. Cavab olacaqdır, deməli B variantı. Üçüncü testə baxaq. Kiçik bacısını, Səliməni gəzməyə aparmışdı. Yenə əlavənin üstündən xətt atırıq. Kiçik bacısını, tredən birinci tərəfə sual verir. Mən daha burada kiçiklə işim yoxdur. Bacısını sual veririk. Kimi nəyin sualıdır? Tamamlığın. Deməli, bu nəyin əlavəsidir? Tamamlığın əlavəsidir. Və ya dördüncü sualda uşaqlar. Rusiya padişahı o zülmkardan, Yekaterinadan bir hədiyyədir. Burada mənim Rusiya ilə, padişahla, o ilə işim yoxdur. Tredən, baxın bu tredir. Tredən birinci tərəfə sual verirəm. Hər ehtimala da əlavənin üstündən bir dənə xətt atıram. Zülmkardan sual verirəm. Kimdən, nədən bilirsiniz də, bu da tamamlığın sualı olur. Deməli, tamamlığın əlavəsi var. Və yaxud da, məsələn, uşaqlar, baxaq digərləri. Məsələn, 7-ci suala baxaq. Deyir ki, aşağı çayın kənarı adamla dolu idi. Burada gəlirəm, çayın kənarı əlavədir. Çünki cümlə belə olmalıydı. Aşağı adamla dolu idi. İndi sual verirəm, aşağı. Tredən birinci tərəfə sual verirəm. Aşağı hara? Hara sualı verəndə mənim beynimdə iki cavab canlanır. Bu ya mübtəda olmalıdır, ya da ki, bu deməli zərflik olmalıdır. Biz onu necə müəyyənləşdirəcəyik? Əgər hara sualını mən götürüb də haraya çevirə bilsəm, uşaqlar, haraya çevirə bilsəm, mən ona deyəcəm ki, bu zərflikdir. Çevirə bilməsəm mübtədadır. Məsələn, aşağı çayın kənarı adamla dolu idi. Haraya adamla dolu idi deyə bilmirəm axı. Ona görə də mən bunu mübtədanın əlavəsi kimi qəbul edirəm. Keçək 8-ci suala. Amma Səlim tamam başqa cür, sənin rəqiblərin kimi düşünür. Burada yenə əlavənin üstündən bir dənə sənin rəqiblərin kimi. Deməli, tredən birinci tərəfə də sual verirəm. Başqa cür, necə? Necə sualı, necə, nə cür? Bu sualı verəndə mənim cavabım 2 dənə olur. Bu ya təyindir, ya da ki, zərflikdir. Çünki bilirsiniz də, təyinin də bu sualı var, zərfliyin də. Deməli uşaqlar, bunları aydınlaşdırmaq üçün mən artıq görürsüz xətti dedim sizə, üstündən xətt çəkin. Burada düşünürə baxacağam. Əgər bu feildirsə, deməli cümlə belə olmalı idi. Amma Səlim tamam başqa cür düşünür. Feillə əlaqəli olduğuna görə mən deyirəm ki, cavabımız olacaqdır zərflik. Və gəldim 9-cu suala. Ən çox uşaqların səhv etdiyi suala. Kəkliyin fikri onda, balaca bacısında idi. Yenə gəlirəm uşaqlar, əlavənin üstündən xətt atıram. Balaca bacısında. İndi fikir verirsiniz, xətti atandan sonra burada bir dənə idi qaldı. Bu idini gətirirəm bu tərəfə yazıram və cümləni oxuyuram. Kəkliyin fikri onda idi. İndi təkrar sual verirəm. Kimdə idi? Bilirsiniz də, kimdə idi sualı xəbərin sualıdır. Amma mən bunu belə etməsəydim, mən gəlib təkcə ondaya sual versəydim, deyəcəkdim ki, kəkliyin fikri onda, harada və yaxud da kimdə deyib də tamamlıq götürəcəkdim də. Ən yaxşı variantda kimdə deyəcəkdim. Onda da götürəcəkdim ki, tamamlığın sualıdır. Amma burada görürsünüz, idini gətirdim, birləşdirdim, ona görə zərflik deyə qəbul etdim. Daha sonra uşaqlar, baxaq burada, məsələn, 12-ci suala fikir verirsiniz, 12-ci sual. Deyir ki,
Mənim arzum oxumaq, müəllim olmaqdır. Yenə əlavənin üstünə bir dənə xətt atıram, müəllim olmaq. Burada görürsüz dır qaldı. Bu dırı gətirirəm, arzum oxumaqdır. Bunun üstünə yazıram. Mənim arzum oxumaqdır. İndi bizdə danışdığımız kimi tirədən birinci tərəfə sual verirəm. Oxumaqdır. Nədir? Nədir sualı? Artıq xəbərin sualı olduğuna görə götürürəm xəbərin əlavəsi kimi. Daha sonra uşaqlar baxaq 7-ci suala. Mən o tərəf, daha doğrusu 17-ci suala. Oradan buradan deyirəm ki, biz hər birinə baxa bilək. Bura bax, qardaşım, indi şah qacar. Yenə tirədən birinci tərəfə sual verəcəm. Mənim bura baxılan, bu qardaşımla, bunlarla işim yoxdur. Hər ehtimala da bunun üstündən xətt çəkirəm ki, birdən xəbər olar. Şah qacar, o sizi talayan dişi canavar. Bu bizim əlavəmizdir. Burada da dırdan, ididən, imişdən heç nə yoxdur. Ona görə sadəcə şah qacara sual verirəm. Kim? Və deyirəm ki, burada mübtədanın əlavəsi işlənmişdir. Və ya 18-ci suala baxaq. Xəzər dənizinin sahilində buzovnada, fikir versiniz, əlavənin üstünə bir dənə xətt atıram. İdidən, imişdən, dırdan heç nə yoxdur. Deməli, bu göstərir ki, burada xəbər yoxdur. Gəlirəm, indi sual verirəm. Xəzər dənizinin sahilində. Harada? Dənizinin sahilində. Harada sualı verdiyimə görə mən gedib götürürəm zərfliyin əlavəsi kimi. Sonra baxaq növbəti məsələn 28-ci suala uşaqlar. Burada deyir ki, tamamlığın əlavəsi. Gəlin hamısına baxaq. Deyir ki, ali məktəbi qurtaranda məni öz rayonumuza Saatlıya göndərmək istədilər. Saatlının üstünə xətt çəkirəm. Rayonumuza, haraya? Haraya çevirə bildiyimə görə deyirəm ki, bu deməli zərfliyin əlavəsidir. Nəcəf geri kəndə qayıtdı. Yenə kənd sözünü silirəm. Burada da yenə ididən, imişdən, dırdan heç nə yoxdur deyə mən bunu xəbərin əlavəsi kimi götürmürəm. Geri sual verirəm. Haraya? Deməli zərfliyin əlavəsidir. Qabaqda geniş meydançaya çıxan yerdə yenə vəsilə qonaqları qəbul edirdi. Yenə uşaqlar harada? Bu da olacaqdır zərfliyin əlavəsi. Dəstə biraz irəliyə, sağ tərəfə, yenə burada da haraya sualı verirəm və bu da olur zərfliyin əlavəsi. Şəhərimizi, bu nəhəng sənaye mərkəzini, baxın bu əlavənin üstünə xətt çəkirəm. Şəhərimizi sual verirəm. Haranı. Haranı sualda tamamlığın sualı olduğuna görə cavabımız olacaqdır Y variantı.